Kanalımı izleyen herkese salamlayıram. Kanalıma hoş geldiniz. Bugün sizlerle balaca çerez qablarının toxunuş qaydasını bölüşəcəm. Bunun üçün 3 nömrəli milçədən və tunç favori ipindən istifadə edirəm. İpimi kənara alıram və başlayıram toxumağa. Kanala abunə və dəstək olmağı unutmayın. Yeni videolar bölüşəcəm inşallah yenə də. İpimizi götürürük. Sehirli halqa ilə başlayırıq çerez qabının toxunmasına. İpi bu şəkildə tuturuq. Bir balaca hissə qalır əlimizin aşağı hissəsində sallanıb. Bu şəkildə. Bu iki barmağımızın üstündən doluyub, altından doluyub, üstündən getirib X forması veririk. Və o biri barmağımızla onu tutub, milçəni ilk ipin altından salırıq, o biri ipi dartıb, yüngülvari çıxardırıq bir balaca və milçənin başını bu şəkildə qaldırırıq yuxarı. Yavaş-yavaş barmaqlarımızı çıxarırıq içərisindən, ipimizi bu hissəni itirməmək şərti ilə buranı belə tutursunuz. Bu sona kimi bu qısa ip dairə ilə bir yerdə toxunmalıdır ki, itməsin. Çünki əgər bunu buraxsaq aşağılarda, sonda sehirli halqamız sıxılan deyil və düzgün toxunuş olan deyil. Dairə düz olan deyil. Belə bu hissəni belə tutduq, ipimizi necə toxuyanda necə tuturuqsa o şəkildə tutmuşuq və bir zəncir çəkirik. Bu bir zənciri mütləq şəkildə çəkmək lazımdır. İpimin başına, milçəmin başına ip götürürəm. Sehirli halqanın içərisinə batıb, ipi götürüb çıxıram. Bunu istəsəz normal trabzandan, istəsəz yalancı trabzandan edə bilərsiniz. Fərq etmir. Sayılar eyni olaraq qalır. Yalancı trabzandan edəcəm. Bu şəkildə çıxdım üçündən bir. Yenə doladım başına. İpi batdım, aldım, çıxdım. Yalancı trabzan etdim yenə. Toplam 10 ədəd və yaxud 12 ədəd. Əgər böyük istəyirsinizsə, çerez qabınızı biraz çox götürə bilərsiniz. Mən 12 ədəd götürəcəm. Çünki xonçam üçün çerez qabı edirəm. Biraz iri istəyirəm eləyim. Bu şəkildə toxuyuruq. Əgər sehirli halqanız çox böyük olarsa, bir balaca yüngülvari dartaraq biraz sıxa bilərsiniz ki, toxuyanda çətinliyi çəkməyəsiniz. Bu şəkildə 12 ədəd toxumalıyıq. Və yaxud da balaca çerez qabı istəyirsinizsə, ilk toxuduğunuz sehirli halqanın içərisindən 10 dənə toxusaz yetərlidir. 2, 4, 6, 8, 10, 11, bu da 12. Belə. Sehirli halqanın ipi əgər sıxılmazsa sonda, deməli düz toxumamısınız. Əgər bu şəkildə sıxılırsa, demək ki, halqanız düzgün toxunub. Belə. Və burada nə edirik? Milçəmizin başına ip almadan ilk toxuduğumuz trabzanın başına düzgün şəkildə, baxın bu şəkildə. Zəncirlərimiz görürsünüz necə düzgün şəkildə görsənir. Birləşdirməni də o şəkildə düzgün batmaq lazımdır. İpi götürüb çıxıram. Alıb çıxdığım ipi də milçənin üzərindəki ipdən çıxardıram və bir zəncir çəkirəm. Belə. Artıq sehirli halqamın içini doldurdum. Keçirəm ikinci sıraya. İkinci sırada hər bir trabzanımın başına cüt toxuyacağım. Yəni hər yuvaya 2 ədəd. Yeni sıraya keçəndə ilməni biraz genişlətmək lazımdır. İpi dolayıram milçənin başına. Tam dibinə batmalıyam. Yeni sıraya keçəndə tam dibinə mütləq şəkildə batmaq lazımdır. Bu şəkildə. Milçənin üstündəki ipi həmişə kip saxlayırıq. Milçənin başına ip alıb yenə eyni yerə batıram. Alıb çıxdığımız ipi isə yuxarı doğru qaldırırıq ki, trabzanlarımız eyni boyda olsun. Fərqli şəkildə olmasınlar. 2. İndi bir sonrakına toxuyuram. Eyni yerə 2 ədəd. 1, 2. Yenə bir sonrakına 2 ədəd toxuyacağım. Bu şəkildə sona kimi hər yuvaya 2 ədəd trabzan toxuyaraq yalancı trabzanlar. Əgər siz normal trabzanla etmək istəyirsinizsə, yenə eyni şəkildə gedir. Normal trabzandan toxuyursunuz. 10 ədəd toxuyun və yaxud 12 ədəd. İkinci sırada da normal trabzanlar. Yəni gedişat eynidir. Məsəl üçün burada 12 ədəd eləmişəmsə, ondan sonraki sırada hamısına cüt batıram. Bu şəkildə sıra sonuna çatdım. Hər yerə cüt batdım və bitdi. Sıra sonunda yenə nə edirdik? Milçənin başına ip almadan ilk toxuduğumuz trabzanın başına düzgün şəkildə batırıq. İpi götürüb çıxırıq. Alıb çıxdığımız ipi də milçənin üzərindəki ipdən çıxardıb bir zəncir çəkirik.
Və normal olaraq baxın, zəncirlərim görsənir. Hörüklərin başına düzgün bataraq bir cüt bir tek sırası toxuyacağam. Yenə yeni sıraya başlayanda ilməmi genişlədirəm, ipi doladım, tam dibinə toxuyuram. Bir yalançı trabzan, eyni yerə ikinci yalançı trabzan. Davam edəndə artıq bir sonraki zəncirə baxın. Zəncirlərə düzgün batmaq qızlar. Mütləq şəkildə zəncirlərə düzgün batmaq lazımdır. Burada tek toxuyuram bir ədəd. Bir sonraki zəncirin içərisinə 2 ədəd toxuyacağım. 1 və 2. Bir sonraki zəncirə tek toxuyuram. Bir sonrakına cüt. Yəni tek o deməkdir ki, bir zəncirin üzərinə tek, yəni bir trabzanın üzərinə tek. Onu bu şəkildə göstərim. Baxın tek odur. Tek, burada cüt. Yəni cüt nədir? Eyni yuvarın içərisinə 2 dəfə batıb toxunmuşam yalançı trabzanı. Bir tek bir cüt, bir tek bir cüt. Bu sıranı sona kimi belə davam edirik. Artıq bu sıranı da bitirdim və yenə də eyni qaydada ip almadan birinci toxuduğum trabzanın başına batıram bu şəkildə. İpi götürüb çıxıram. Götürüb çıxdığım ipi də bircə dəqiqə ilişdi. Buradan düzgün şəkildə götürək, ipi alaq, çıxaq. Alıb çıxdığım ipi də milçəyin üstündəki ipdən çıxardıram və bir zəncir çəkirəm. Mən o xonçam balaca olduğu üçün onun üçün balaca çərəz qablar eləyəcəm. Amma əgər xonçalarınız iridirsə bundan sonra bir cüt 2 tek sırasını toxuyub artıq yuxarı doğru qalxa bilərsiniz. İndi gəlin keçək yuxarı doğru necə qalxıram. Deməli, ipi dolayıram milçənin başına. Bura kimi bildiniz ki, zəncirlərin başına tam şəkildə batdıq. Bu şəkildə batdıq zəncirlərin hər birini. Baxın, trabzanları düzgün şəkildə. Amma bu sıradan sonra artıq yalnız bu sırada daha doğrusu yalnız bir qanadına batacağım. Yalançı trabzan toxuyacağım yenə də. Baxın, yenə ilməmi genişlətdim. Yalnız bir qanadına. Özünüzə tərəf olan qanadına yox, sizinlə üzbəyüzdə nə varsa ora tərəf olan qanada. Baxın, bu iki qanada batmıram, yalnız içəri tərəf olan qanadına. İçəri necə? Yəni bu hissəyə doğru olan qanadını. Baxın, bu şəkildə tutdum, batdım, ipi aldım, çıxdım. Belə. Və toxudum. Yenə doladım. Yenə eyni şəkildə batdım, ipi aldım, çıxdım. Doladım. Bu şəkildə. Burada xətt düşürsə, demək ki, düz toxuyursunuz. Əgər bu xətt düşmürsə, bilin ki, düz batmırsınız. Yenə ipi dolayıram. Baxın, zəncirlərim aydın şəkildə görsənir. Yalnız bircə qanadına, içinə doğru olan qanadına. Bu qanadı götürmürəm. Bu qanadı içərikisini yox. Yalnız bir qanadına. Baxın, bu şəkildə. Batdım, ipi aldım, çıxdım. Və yalançı trabzanımı toxudum. Bu şəkildə. Sıra sonuna kimi yalnız bir qanadına bataraq davam edirsiniz. Çalışın, sıx toxunmayın, biraz əlinizi boş tutun. Bu ipin bilmirəm, niyə belə olursa yaman çox ilişir. Belə, bu şəkildə sıranın sonuna kimi davam edirik. Sıram tam bitdi. Gördüyünüz kimi artıq qab formasını aldı və yuxarı doğru qalxdı. İndi isə sıranın sonuna çatanda o biri sıralarda olduğu kimi ilk toxuduğumuz trabzanın başına batıb sürüşdürmə ilə birləşdiririk və bir zəncir çəkirik. Bundan sonraki sıralarda bir qanadına deyil, tam olaraq batacaq zəncirlərimizə. Yəni, zənciri tam şəkildə götürəcək. Zəncirlərimizi düzgün batın. Bəzən qızlar arxa tərəfdəki iki qanadı götürür. Bunu zəncir bilir. Xeyr, bazı zəncirlərimiz bunlardır. Öndə gördüyünüz 2 ədəd zəncir. Belə də baxanda halqa hörük şəklində görsənir, görürsünüz. Bunlar sizin əsl zəncirlərinizdir və onlara batmaq lazımdır. 5 sıra boyunca belə toxuyacağım. Toxuyub sıranı bitəndə birləşdirəcəm. Ondan sonra 3-cü, 4-cü və 5-ci sıraları toxuyub geri dönəcəm. Artıq çərəz qabım hazırdır. Gördüyünüz kimi 5 sıranı bitirdim. İpi kestim. Bu ipi də içəriyə doğru hər hansı bir yerdən baxın, milçəni keçirib bu şəkildə içəri doğru belə dartaraq yerləşdirə bilərsiniz və sonra kəsə bilərsiniz. Bundan sonra indi isə kənarına yaşıl rəngdə yarpaq yapışdırmaq istəyirəm. Bu yarpağı tapanca kley vasitəsilə bu şəkildə səliqəli şəkildə kənarına yapışdıracağım ki, çərəz qabım artıq tam hazır olsun. Artıq mənim çərəz qabım hazırdır. Kanalıma abunə və dəstək olmağı unutmayın. Videomu bəyənsəz sevinərəm. Hələlik sağ olun.